börək pürüstü daş vardı börəyimdə. Dünən əməliyyat olubsuz, bugün evə gedirsiniz. Bəli. Börəkdə olan infeksiya qana qarışır və həyat təhlükə eləyir. Daş vardı börəyimdə. Çox belə deyək, son nöqtədə Emin doktorla tanış olduq. Yaxşı da ki tanış olduq. İndi özümü çox daha yaxşı hiss edirəm. Daha yaxşıyam. Çox sağ olun doktor sizə. Uzun müddət idi. Aylar demək olardı, amma mən bilmirdim belə bir problemim var. Ağrılarımın səbəbini tam bilmirdim. Son nöqtədə bildim ki, börək problemi yaşayıram. Başqa bir yaxınımız əməliyyat eləmişdi. Onların məsləhəti ilə gəldik, tanış olduq. Bəli, çox razıyam. Həqiqətən xanımlar, həm medsestra xanımlar, hamısı çox mehriban, qayğıkeş. Hər birindən Allah razı olsun. Çox gənc xəstəmiz olmasına baxmayaraq, börək daşı düşürdüyü zaman temperaturu yüksəlmişdi. Bu bizim üçün alarm vəziyyətidir. Daha əvvəl dediyim kimi çox təhlükəli bir vəziyyətdir. Temperaturlu börək daşı qədər bizi qorxudan, həyəcanlandıran başqa bir şey olmaz da. Çünki bu infeksiya göstəricisidir və infeksiya həyatı risk daşıyır. Elə olduğu zaman biz təcili olaraq stent qoyuruq. Börəkdəki o infeksiyalı irinlisiliyi təmizləyirik. Xəstəmiz də bizə müraciət etdiyi zaman bunu başa saldıq və sağ olsunlar eyni gün proseduru icra etməyə düşündülər və həyatı riskimizi ciddi olaraq azaltdıq. Eyni gün xəstəyə stentini qoyduq və temperaturu düzəldi. Müalicəsini elədik, bir gün sonra evə göndərdik. Artıq börək təmizləndi və 2 həftədən sonra və 3 həftədən sonra artıq daş əməliyyatını icra elədik. Daşını qapalı olaraq lazerlə tamamilə kəsiksiz olaraq icra elədik və börəkdəki daşı təmizlədik. Əməliyyatda yekunlaşdırdıq. Xəstəmiz də indi çox gözəl, yəni hər hansı bir sıxıntısı olmadığı vəziyyətdə evə göndəririk. İnşallah bir daha təkrarlama olmaz ki, belə problemlər yaşamayaq. Amma daş xəstəliyi təəssüf ki, elə bir xəstəlikdir ki, tez-tez təkrarlaya bilən bir xəstəlikdir. Xüsusilə gənc insanlarda əmələ gəlirsə, təkrarlama ehtimalı daha da artır. İnşallah daşlardan bir parçalarını götürdük, qalan hissəsini toz etmişdik. O götürdüyümüz parçaları analizə göndərdik və hansı daş növü olduğunu görüb, ona görə həm dərman müalicəsi, həm diyet, nələr yeyəcək, nələr içəcək, onları deyəcək və ya nələr olmaz, onları deyəcək. Çünki daş xəstəliyində həyat tərzi dəyişikliyi olmadan xəstəliyin kontrol altında saxlamaq mümkün deyil. Yəni 100% yenə təkrarlanır. Yəni bu xüsusilə gənc xəstələrdə bir dəfə əmələ gəlibsə, təkrarlama ehtimalı daha yüksəkdir. Çünki 20 il ərzində xəstələrin 80%-də əmələ gəlir. Yəni 10 nəfərin 8-də yenə əmələ gəlir və yenə eyni problemlər yaşamasın deyə mütləq həyat tərzi dəyişikliyi, bəzi yeyəcəklər, içəcəklər, onlar əhəmiyyətlidir.